mavi ekranlarımızdan çoxlarına tanış olan bir simadır. Ayelbi Aran televiziyasının dostudur, gözəl insandır, səmimi insandır və təqdim edib qonağımızı. Azərbaycan Yazıçılar Birliyinin üzvü 5 kitab müəllifi şair Telman Hüseyin bizimlə bərabərdir. Bizim Telman dədəmiz. Sabahınız xeyir olsun Telman müəllim. Sabahınız xeyir olsun. Necəsiniz? Sağ olasın. Minnətdaram. Yəni, böyük şairimiz, unudulmaz şairimiz Vahidin bu anım günündə, yubiley günündə məni dəvət eləmişsiniz. Bəli. Təbii ki, Telman dədəm, sizi dəvət etdik, həm sizin şeirlərinizi bugün dinləyəcəyik, həm ümumiyyətlə Əliağa Vahid haqqında bizə məlumat verəcəksiniz. Bugün eyni zamanda Nərmən Həsənzadənin də doğum günüdür. Bu haqda da söhbət açacağıq. Elə ilk olaraq istərdim başlayaq Əliağa Vahiddən. Bəli. Var sualların, yoxsa mən sual ünvanlayım? Var Samiq. Elə isə buyur. İstəyərdim elə Telman dədə bizə Əliağa Vahid haqqında, Əliağa Vahidin yaradıcılığı haqqında geniş şəkildə məlumat versin və çox maraqlı bir məqam var Zamiq. Mən istəyərdim ki, Telman dədə bizə müqayisəli bir şəkildə qeyd etsin ki, bildiyimizə görə bir çox ordenli, medallı şairlər var və hər zaman isə Əliağa Vahid sərxoş görünüşlü olubdur. Bəs onları fərqləndirən nədir? Bax, digər şairlərdən fərqləndirən nədir Əliağa Vahidi? İnsanlara sevdirən Maya nədir? xanım, Əliağa Vahid anadan gəlmə şairdir. Bəli. Yəni, şairi var ki, sonradan qələm götürür, yazır, təcrübə himmet çəkir. O anadan şair də olmuşdur. O Vahidin haqqında deyirlər ki, Vahid güya ki, çoxlu şərab içi planlı bir. Bəli. 37-ci ildə siz bilirsiniz ki, çox çətin günlərdir. Heç nəyin üstündə bir danos yazan kimi həbs edirlər, güllələməyə göndərirlər. Vahid özünü o şəkilə qoyurdu, güya ki, bu şərab içəndir, sərxoşdur, meyxanələr küncündə əyləşirdi, özünü elə göstərirdi və o da onu xilas elədi. Bəli. Vahidin mən şəxsən görmüşəm Vahidi. Yəni, Vahidin hər addımı poeziya idi. Onun saçından, gözündən, başından şeir poeziya tükülürdü Samiq müəllim. Məsələn, ilk dəfə mən Vahidi Bakıda görəndə, onlar da deyim neçən ildə, 61-dir, 62-ci illərdir. Bu Nərimanov indi adlanır, Montin deyirlər Bakıda. Tramvay vardı, gəlirdi, fırlanırdı, bir də qayıdırdı. Gəlib fırlanma yerində xeylə dayanırdı. Cəmaat da sərnişinlər də əyləşmişdilər. Bir də gördüm ki, hamı pəncərədən baxır. Böyle nəyəsə qeyri-adi bir şeyə baxan kimi baxırlar, mən də boydan baxdım. Tanımadım, görməmişdim üzünü. O televizorda qıt idi, az idi. Dedilər ki, Vahid gəlir. O arada Bakıya təzə Rusiyadan tramvay gətirmişdilər. Bəzəkli tramvay idi. O tramvayda əyləşmişdik. Vahid ağır-ağır addımlarla gəldi. Çox qəribə ağır yer, ləngərli bir yerişi vardı. Gəldi tramvayın qapısının yanına, bir baxdı, əlini atdı, tutacaqdan tutdu və ayağını qoydu, dedi, vay dədəm vay, bu da təzə tramvay. Yəni, Vahid, həmin inanırsınız, həmin günü o söz Bakıya yayıldı. O şairlər yüzlərlə şiirlər yazıldı, biri yayılmırdı. Onun iki kəlmə sözü, o qafiyəsi Bakıya yayıldı. Vahid belə bir iş görüb. Hara getdim o dedim ki, mən orada Vahidi görmüşəm. Sonralar Yazıçılar İttifaqında mən gördüm. Yazıçılar İttifaqına gedib gəlirdim. Rəhmətli Osman Sarıvəlli, xalq şairimiz. Bəli. Allah onu rəhmət eləsin. Çox humanist bir insan idi. Səməd onun qardaşı idi, deyək də, elə belə ən yaxın dostu idi. Bəli. Onun yanına gedib gəlirdim. Mənə istiqamət verirdi, şeirlərimi yoxlayırdı, eləyirdi və onu orada gördüm. Osman Sarıvəlinin otağında gördüm. O vaxt mən yeni yetimə cavan idim. Bir də sıxırdım. Süleyman Rustam o tərəfdən gəldi. Məmməd Rahim belədən gəldi. Dövrəyə aldılar. Mənə elə gəldi ki, onlar hamısı mənə baxırlar. Əksinə ki, məni görmürdülər bəlkə də, fikir vermirdilər. Mən onları qulaq asırdım. Vahid, məsələn, gənclərimizin yeni yetmək istədli gənclərdən danışdı ki, onları irəli çəkmək lazımdır, kömək eləmək lazımdır. Vahid belə bir şəxsiyyət idi. İnsanlığı ilə yaradıcılığı bir-birini tamamlayan, bütövləşdirən şəxsiyyət idi. Maya xanım dedi ki, ordenli, medallı, valla xalq şairi və yaxud başqa orden, medal verilməklə deyil. Gələk xalq tərəfindən seviləsin. Vahidin dəfnin mərasimi o qədər möhtəşəm keçdi ki, bütün Bakı əhli onun arxasıca gedirdi. Ondan əvvəl neçə xalq yazıçılarımız, şairlərimiz, yenə onlar da Allah rəhmət eləsin, köçdülər. O izdihamda olmadı.
Bəli. Yəni Vahid belə şəxsiyyət idi. Vahid. Təbii ki, Telman dədə, bax, Vahid yaradıcılığına bəhrələnən digər bizim gənc şairlərimiz olub. Bu gün də Vahidin qəzəlləri xanəndələrimiz tərəfindən oxunmaqdadır. Vahidi sevdirən onun qəzəllərinin, belə deyək, bir qədər asan olması, yoxsa onun asan olmağı ilə bərabər dərin məna kəsb etməyi idi? Mən o sual haqqında ümumiyyətlə öz-özlüyümdə Vahid haqqında çox fikirləşmişəm ki, Vahidi, hansı sirdir Vahidi xalqa sevdirəm? Yəni, qəzəl yazanlar çox olub, tarixdə də, qədimdə də yazırlar, indi də yazırlar. Məsələn, Vahid xidməti çox böyükdür. Məsələn, niyə görə bir yazıcı, şair ilk növbədə xalqın dilini bilməlidir? Söz var ki, elə deyərsən ki, sözün eyni mənadır, ha, səndən necəyər? Belə heç xoşuna gəlməz. Söz var, sözü elə yumuşaldarsan, həlimləşdirərsən, sığarlayıb deyərsən ki, deyərsən, bu nə yaxşı sözdür. Vahiddə belə deyil var. Bizim Azərbaycan ədəbiyyatında ərəb dilindən sıyrılıb, fars dilindən sıyrılıb, onu tanıdan, xalqa ağzın sirrini hərdəm qılar izhar söz, bu nə sirdir kimi hər ləhzə olur, yoxdan var söz. Artıran söz qədrini, sidq ilə qədrini artırır. Kim nə miqdar olsa əhlin eylər, ol miqdar söz. Dilimiz haqqında, Azərbaycan dili haqqında yazılan şeirdir. Amma Füzulidə ərəb əhatəsində olduğuna görə nə qədər Azərbaycan dilində yazsa da, orada görürsən ki, izafətlər var. Ərəb, fars sözləri, tərkiblər var. Bir qədər anlaşılmaz olur. Amma Füzulinin mövqeyini bu dana bilməz. Füzuli ilk dəfə Azərbaycan dilində poemaları yazan şairimizdir, tam şəkildə o dövrdə. Amma Vahid neynədir? Vahid o dili Füzulinin özünə ustad götürdü, bəhrələndi, o dili elə duruldu, bulaq suyu kimi duruldu. Oxuyursan içində, sən deyir ki, sən zülfünü aç tök gözəlim, şanəsi məndən. Aydın der ki, sən şəmini göstər mənə, pərvanəsi məndən. Biz bilirik ki, şəmin başına pərvanəm fikir. Sən göstər, mən gəlib sənin başına fırlanım. Dolanım, bəli. Məsələn, Füzuli dövründə yazan şairlərimizdə izafətləri məsələn deyir ki, Səbadən Füzuli deyir, gül üzündə sümbülü pürpüçü tab oynar. Nəçükün mövcülənmiş suda əksi afitab oynar. Bunu gərək ki, elmi cəhətdən lüğətə baxasan, həm burada ərəb, fars izafətləri var, həm ana dilimiz var. Füzuli o çətinliklə çıxardırdı dilimizi, onların içindən çıxardırdı. İləsi var, Şəbucan tam bizim ana dilimizdədir. Burada deyir ki, Səbadən gül üzündə sümbülü pürpüşü tab oynar. Ya səhər yelindən üzündəki tel, sümbül saçları deyir. Pürpüş tab onu külək vura, səhər yeli vura, saç üzündə oynayar. Nəçük gün, necə ki deyir, suda deyir, əks afitab oynar. Suya da adamın şəkili düşəndə bir şey, su dalğalanır, mövcülənir. Şəkil doğana gedir, bu şəkildə bəzir. Amma Vahidin xidməti ana dilimizi təslimləşdirməkdə. Məsələn, gələcək nəsillər, indi bəzən görürsən, elə cavanlar var ki, klasiklərimizi biraz bəyənmirlər. Onlar bir şey başa düşünmürlər ki, klasiklər ədəbiyyatda anadır. Ana evdə layla deyir, ana dilini öyrədir. Ədəbiyyatda, yazıda onlar bizim şair analardır, şair dədələrdir. O dili durutdu, gətirdi, verdi bizə. Biz də indi görürsünüz, bu şairlərimiz elə izafətlər, yabancı sözlər qatmırlar şeirlərimiz. Onlardan gəlmədi, onların xidməti böyük. Bax, Əlağa Vahid belə böyük şairimizdir. O xalq şairi, mən institutda oxuyanda görüş keçirdik. Ələkbər Sabirin yubileyi idi. İsmail Şıxlı rəhmətli bizə müəllim, dərs deyirdi bizə, xarici ölkələr ədəbiyyatından. Orada çıxış elədi. Dedi ki, orada oturanların əksəriyyət xalq şairdir, o məclis oturanların. Dedi ki, biz İran'a aparmışdılar. 47'də mi, 46'da mı, 45'də mi bu illərdə göndərmişdilər, gedək orada görüşlər keçirək. Deyir, Arazı Oyuz adlı yanında orada biz post deyirlər də dayanacaq. Orada qoca bir kişi vardı, oranın oturacağı. Deyir, bizdən soruşdu ki, siz kimsiniz, nə yaxşı gəlmişsiniz? Deyir ki, Süleyman Rüstəm dedi ki, biz şairlərik, gəlmişik burada şeir oxuyacaq. Deyir, o kişi şair sözünün mənasını başlayıb, deyir ki, hə bildim, siz burada tiyatr çıxardacaqsınız. Elə bir şey.
Deyir, teatr çıxartmayacaq. Şairi deyir, hə, bildim də, artistsiniz. Deyəndə Əli Vəliyev deyir, Sabirin bir şeirini misal çəkdi. Dedi ki, köhnə müsəlman da Aşirvanlılar. Sabirin belə bir şeiri var. Deyəndə deyir, o kişi deyir, belə düşəldi, deyir ki, hə, mən onu yazan tanrı, Əkbər Sabir yazıb. Boşladı deyir, şeir əzbər demək. Həmləli deyir, onda biz başa düşdük ki, xalq şairi ordenlə, medalla deyil. Deyil, bəli. Sabir o vaxt, o ad əsər yox idi. Sabir xalqın şairidir. Vahidin ilə xalq şairidir. Ordensiz, medalsız. Onun dəfn günündən danışım. Onun fəxri xiyabana Sovet dövründə belə idi ki, bu partiyadan şeir yazmadı. Bəli. Stalinlə, Leninlə şeir yazmadı Əlağa Vahid. Şairlikdə kişi kimi gəldi, kişi kimi də getdi. Ona görə də onu fəxri xiyabanda dəfnini yazmamışlar ki, aparın, o birisi qəbirstanda basın. Təbii, Telman müəllim, bu haqda geniş söhbət açacaq. Qısa fasiləyə keçid almalıyıq. Keçid alaq qaydandan sonra yenə bərabər olacaq. xəyalıyla pərişan etmişəm. Öz əlimlə eşq mülkün gölnə viran etmişəm. Bir vəfasız güldən ötürü xarə çox yalvarmışam.
Her zaman bülbül kimi min ahu efgan etmişəm. Eşqdə yanmaqdan özgə bir əlamət görmədim. Könlümü pərvanə tək çox şəmə qurban etmişəm. Eşq çövründən qurtarmaq bir sağalmaz dərd imiş. Mən bu dərdin çarəsin ölməklə asan etmişəm. Məndən əvvəl yoxdur bir aşiq diyarı eşqdə. Eşq dərsin mən gedib Məcnunə əlan etmişəm. Bəli. Çox Yəni gözəl. elan etmişəm. Ümumiyyətlə, Teoman dədə, Əlağa Vahidin qəzəllərinin istiqaməti nə idi? Yəni, bir şair kimi onu narahat edən əsas məqam nədən ibarət idi? Qızım, Vahid həmişə azadlıq sevər insan olub, şeirlərində, qəzəllərində də. Əsas bu sənəti, klasik sənəti, sənətimizi yaşatmaqdır. Yəni, Sovet hakimiyyəti gələndə o köhnəliyə demək olar ki, balta vurmaq istəyirdilər. Hətta tarı ləğv eləmək istəyirdilər ki, tar müşki bilirsiniz də, Mikail Müşki tar uğrunda canını həlak eləyib. Saza o qədər yabancı baxırdılar. Klasik şeir deyənə üstdən aşağı baxırdılar. Deyirlər, zövqü yeri qalıb. Biraz dəbdən kənar paltar giyənə, klasik şeir əzbər deyənə zövqü geri qalıb deyirlər indi. Əlağa Kürçaylı'nın şeiri idi. Və bu sədləri Əlağa Vahid birincisi öz istedadının sayəsində saxlayırdı, qoymurdu. Və belə şairlərimiz o Səməd Vurğun, Səməd Vurğun düzdür partiyadan arada yazsa da keçirdi millilikdə, vətənpərvərlikdən, müstəqillikdən, üstü örtülü yazırdı. İndi o vaxt biz başa düşmürdük, deyirlər ki, Səməd Vurğun şeiri belə yazmayıb. Səməd Vurğun yazıb ki, bütün arzularım gülür yarına, xəyaldan ilhamlar almamaq üçün, baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün. O vaxt deyirlər ki, yəni, deyirlər ki, görürsəm. İndi deyirlər ki, bunu belə yazıb ki, yəni, belə desinlər ki, bu da dəstədən geri qalmır da, bu da Lenindən şeir yazır. Saray şairləri. Sətr 6. Yəni, dövrün tələbi bu idi. Tələbi bu idi. Yəni, Səməd Vurğun deyirlər, o onu tərifləmir, əksinə yazır ki, mən də elə belə gedirəm. Səhərdən yığarsın, yəni əvəsim yoxdur. Bax, bu klasik ədəbiyyatımızı, vahid qəzəl janrını yaşatdı. Yəni, qoymadı ölümü, qoymurdular. Qəzəl yazana pis baxırdılar, bəyə dediyim kimi, muğamata, saza pis baxırdılar. Bu cəhətdən Vakifin fədakar şairimizdir. Bizdə klasikləri birdən görürsən, qarşı-qarşıya qoyurlar. Mən Ali Bəyət oxuyanda Feyzullah Qasımzadə vardı, orta məktəbin 9-cu sinif kitabının müəllifləri idi, akademik idi. Ona uşaqlar sual verirdi ki, müəllim, Nizami böyük şairdir, yoxsa Füzuli və yaxud Nəsimi böyükdür, yoxsa Həbibi, deyir, ay bala, klasikləri qarşı-qarşıya qoymaq olmaz. Bir şey ki, klasik adı klasikdir, klasik latincadır da bu dərəcə sözü, dərəcəli şair də, ondan kataloq yuxarı yoxdur. Onu nətər deyim ki, bunu klasikdən aşağı yendirək yoxsun. Hərəsinin öz dəsti xətti Hərəsinin öz dəsti xətti var, ona görə də xalqın ürəyinə, qəlbinə hopub onu çıxartmaq da olmaz. Məsələn, Füzuli hər şair haqqında şifahi xalq ədəbiyyatı öz münasibətini bildirmir. Mən bir ağı yerində oturmuşdum, belə qulaq asırdım, qadın çadırın verində, uzaq olsun. Qadınlar ağlaşırlar, bir nənə deyirdi ki, Füzuli dərd əlindən dağa çıxır, deyirlər bəxtəvər yaylağa çıxır. Bunu xalq yaradı, bax Füzulinin qəzəli deyil. Gör Füzuli nə qədər təzyiq edibsə, xalq onu bayatıya salıb, ağaya salıb. Yəni xalq qəbul edəndən sonra bunları qarşı-qarşıya qoymaq, hərə öz dövrünün zamanı dahisi olub, bəli. Dahisi olub, o zaman da gətirib insanlarla birləşib ötürüb gələcək nəsillərə. Ona görə də bugün Füzulimiz də, Nəsimimiz də və bugün bizim canlı görmüşük də, canlı klassimiz vaxtında Əlağa Vahid bu günləri. Bəli. Əlbəttə. Və onu dediyim ki, bir məqama toxumaq istəyirəm ki, Füzulinin qəzəllərini, 60-dan çox qəzəlini məsələ Əlağa Vahid tərcümə edibdir. Düzdür, Həmid Araslı və bir çox şairlər onu tərcümə ediblər. Amma ən anlayışlı dildə məsələ Əlağa Vahid tərcümə edib. Bax, bunun da çox gözəl sualdır. Əlağa Vahiddir, 60-dan çox qəzəlini, məsələ Əlağa Vahid tərcümə edib. Düzdür, Həmid Araslı və bir çox şairlər onu tərcümə ediblər. Amma ən anlayışlı dildə məsələ Əlağa Vahid tərcümə edib. Bax, bunun da çox gözəl sualdır.
Bir də mən bu sənətdə Rafael olub, fransız rəssamı. Yəni sənətə vurğunluqdan gəlir. Füzulunu tam dərk eləyəndən sonra doğrudan da belə şey yazmaq olar. Bu nədir, bu ilahi vericidir, nədir? Heyrətləndirir. Heyrətlənməyən heç kimi də heyrətləndirə bilməz. Füzuli heyrətlənib, bu surətin gördükdə lal eylər məni. Gözəli gördü, sən surətin görəndə mən lal oluram, heyrətlənir. Füzulinin Vahid oxuyanda heyrətlənib. Sanki bir başqaları oxuyur, adi gözlə baxır, başa düşmür, anlamır o dərki, o dərinliyi başa düşmür. O Füzulinin dərinliyini başa düşəndən sonra heyrətlərindən sonra deyirsiniz ki, belə bu şəkildə olubdur. Rafael, sarsıntı keçirib. Rafael həyat yoldaşı, cavan dünyadan gedinmiş, bilirsiniz, ən məşhur rəssamdır. Götürür, onun əksini çəkir. Canı ilə, qanı ilə, boya ilə çəkir. Məhəbbət, sevgi, hər şey var onun Hər şeyini qoyur, özünü çəkir. Belə divara sökür, az qalıb yuxuluya da gecədə çıxır. Gedir çöldə, fırlanır, qayıdır, gəlir, fikir dağlar yerir. Birdən içəri girir, görür, yoldaş orada oturub. O qədər canlıcıb, o qədər ürəklə, qanla çəkib və ürəyə gedir, yıxılır. Elə bilir ki, o yoldaşı gəlib oturur. Öz çəkdiyi yadından çıxır ki, mən çəkmişəm, elə bilir ki, həmin yoldaşıdır. Bu sənətkarlar həmişə heyrətləndirirlər. Vallahi mən güclü, ən yaxşı bir şeir görəndə, oxuyanda heyrətlənirəm. Bir gözəllik görəndə heyrətlənirəm ki, ilahi, fətəbərəkallah, əhsənül xaliqin. Məhəmməd Peyğəmbər gözəlliyi görəndə deyib ki, fətəbərəkallah, əhsənül xaliqin. Allahın yaratdığına min şükür. Bərəkallah. Əlbəttə, bəlkə də elə məhz Vahid Qəzalxan olduğu üçün, qəzəli bildiyi üçün və Füzuli vurğunu olduğu üçün bax bunu tərcüm etdiyi qəzəllər daha mükəmməldir. Telman dedə, ola bilərmi? Yəni bəlkə də adi insanlar belə tərcümə etsəydilər, bu gözəllikdə alına bilməzdi. Hətta o qədər qəbul edib ki, buna görə də ruhi sarsıntı keçirir və buna görə ruhi xəstəxanada yatırdı. Hətta söylənilir ki, Vahid məhz elə Füzuli qəzəllərini tərcümə edəndən sonra daha mükəmməl qəzəllər yazmağa başlayıb. Dərs alır. Ustadıdır. Amma Vahid Füzuli özündən gələn ustadlar deyil, özüdür. Burada da Vahid dərs alıb, öyrənib, amma özüdür. Bəli, özüdür. Yəni təkrar eləməyib. Heç kimi o kişi təkrar eləməyib. Dinləyək. Fəxr etdik o gül bəlkə bizim yarımız oldu. Talih bizə yar olmadı, əğyarımız oldu. Aşıqlara bülbül dedilər, biz də sevindik. Hər bir gülə verdikdə könül xarımız oldu. Durduq bir ümid ilə gözəllər tərəfində. Mindən birisi bəlkə tərəfdarımız oldu. Sevdayı qəmi eşq idi sərmayəmiz əldə. Nə öylə xiridar, nə bazarımız oldu. Təkvir ilə zikr etdi bizi molla nümalar. Zahid dediyi cənnətə inkarımız oldu. Vahiddən bir qəzəl səsləndi və təbii ki, Telman dedə, nə gözəl beyitdir. Hər aşıqə öz istədiyi yarı gözəldir. Hər bülbülə öz sevdiyi gülzarı gözəldir. Həm bu bir beytin tamamlanması və rədifin düzgün, doğru seçilməsi. Bundan sonra artıq ilqarı gözəl olmayanı istəməz aşıq. Can ver elə cananə ki, ilqarı gözəldir. Yəni, əslində qəzəl çox çətindir. Bizim şeir yazan şairlərimiz çox vaxt görürsən, onların bir neçə qəzəli var. Sual edəndə niyə qəzələ az müraciət etməsini söylüyor. Mən qəzəlxan deyiləm. Mən şairəm və sadəcə olaraq qəzələ də müraciət etmişəm. Ancaq qəzəlin yükü çox ağırdır. Niyə ağırdır qəzəlin yükü, Telman dedə? Bilirsiniz, bu qəzəl əruz vəznindədir. Yəni, o məktəbi keçmək lazım. Məsələn, 4 il bizə Mirzə Cavad əruz müəllimi idi. 4 il bizə əruzu keçdi. 4-cü ildə
onu mənimsəyə bilir. İndi mənə kitablar gətirib verirlər ki, kitabımı çıxıb mənim qəzəllər kitabı bu boyda nə təqdisini bilir, Nə təfiləsini bilir. heç nəyini bilmir, götürüb yazır. Nə hecadan hecadır, nə qəzəldir. Onu gələcək nəsillər oxucular qəbul eləməyəcəklər. İndi itaət şu, dostları oxuyar, dərəş, bəhbən, nə yaxşı yazmısan. Bu sınaqdan çıxmalıdır. Füzulidə əruzun bir dənə nöqsanını tapmaq olmaz. Əruzu belə, məsələn, oxunuşu bizim kimi deyil. Əruzun musiqisi var. Məsələn, bəhriləri var. Səri bəhridir, həzəş bəhridir. Bəli, rəməl. Məsələn, rəməldir. Bunun oxunuş qaydası var. Məsələn, biz Füzulinin bir qəzəlini oxuruq, deyirik ki, nə yanar kimsə mənə atəşi dildən özgə, nə açar kimsə qapım, badi səbadan qeyri. Elə oxunmur. O çevirilir, az qalır belə loru şəkildə bilir. Nə yanar kim, əruzun niyə çətinliyi var ha? Kim burada qalır, sə mənənin yanına keçir. Nə yanar kim, sə mənə atəşi dildən özgə, nə açar kim, sə qapım, sə qapımın sıyadır. Qapım, badi səbadan qeyri. O əruz musiqili, həm musiqisi özündə olan şey formasıdır, ərəbdən keçib, sonra Farsa, onlar da təşkimləşdirib, bizdə də gəlmiş, ancaq onun təqdirləri bir təqdisi pozulsa, o əruz olmur. Mən də əruzda götürüb yazmışam, çünki yollarını bilirəm, eləyirəm, bir şey qəzəl yazmışam. Özdə əruz, qəzəldə gərək qüdrətini sınayasan, Füzulidə var. Bəli. Qəzəldə qüdrət sınanır. Şairin qüdrəti, onun böyüklüyü, necə deyərlər, həqiqətən də şair olması onun qəzəlində bilinir. Elədirmi Telman? Qəzəldə qüdrətini. Və anlayışlı dildə olması. Bəli. Telman dedə sizdən bir qəzəl alaq. Məndən? Bəli. Sizdən. Əlav Vahidin ustadın, böyük ustadımızın bu günündə bir qəzəl deyərəm, onun ruhunu xatirəsinə deyərəm. Bəli. Yəni ondan öyrənirik, Vahiddən öyrənirik qəzəli. Vahid bu günümüzün şairidir, sabahımızın şairidir, gələcəyimizin, ana dilimizin şairidir. Mən həmişə bu nöqtəni deyirəm ki, Bəli. ana dilimizin şairidir, odur, Səma Turğundur. Yenə düşdü yarımın meyli gülüstanımıza, gözümün yaşı ilə şehli gülüstanımıza. Ağ donunda elə bil bir təzə ağ gül də düşüb, al, yaşıl, abı, sarı, göylü gülüstanımıza. Soluxub gül çiçəyi rəngim ilə həmta idi, yar təravət gətirib xeyli gülüstanımıza. Telmana, meyl eləmə çöllərə məcnun sayağı, şükür ola kim buyurub Leyli Gülüstanımıza. Belə bir qəzəl. Təşəkkür edirik Telman müəllim, çox sağ olun. Və təbii ki, Vahiddən söhbət açdıq, Vahiddən danışdıq. Eyni zamanda Əliağa Vahid bədahətən söz demək qabiliyyəti də olub. Və hətta bildiyimizə görə bu heç zaman qələmə özü almayıbdır. O sadəcə bədahətən söyləyib və digər ətrafındakılar yazıbdır onun söylədiyi qəzəlləri. Əlbəttə, hətta Əliağa Vahidin meyxanası da var. Öz səsi ilə var günümüzdə qorunub saxlanılmaqdadır və təbii ki, ancaq qəzələ daha çox üstünlük verib Əliağa Vahid. Ancaq nə gözəl olub, bədahətən anında cavab vermək də hər meyxanaçıya nəsib olmur. Bəli, hazır. Və hər qəzəlxana nəsib olmur. Ancaq Vahiddə bu toplum olub. Telefon müəllim. Zamiqə oğlum, Vahiddə, Mikail Müşfiqdə bu bədihələr deyilər, bədahətlik çox güclü olur. Yerində və həm bədahət deyəndə, indi meyxana deyirlər, qabaq qarşı deyirlər, onun mənasına, hikmətlə var mı elə gəllər ki, yəni mən səni üstəliyim, bu şəkildə. Vahidin qəzəlində, başqa şeirlərində olduğu kimi, meyxanalarında da hikmət var. Tutum var, nəysə təlqin edir, nəysə öyrədir. Elə belə başdan sovdu demir. Onun çox təəssüf edirəm ki, onun meyxanalarını hələ kitab şəklində mən rast gəlməmişəm. Çıxartmayıblar. İnşallah onlar da çıxacaq, eləyəcək. Məsələn, bir epizod deyim, Vahidi həmişə Buzovna, Bakı əhliləri də Vahidi danışdırarmışlar. Görərmişlər, dinmir, danışmır, sancarmışlar onu. Sancanda qızışarmış. Qızış ayağı qoxarmış o. Gəlib oturub
Buzovda da çörək yeyilmiş. Bakı əhli də hamısı söz, muğam, şeir əhliləri də. Biri böyürdən vahidə bir meyxana turlayır, biri falan deyir. Bu da üçün çörəyini yeyir. Durumdan nə danışım deyir bunu. Yeyir, görür çəkmirlər. Əlini silir, deyir ki, indi qalxıb, elə rədif deyir ki, o rədifi tapamırlar. Gərək qafiyəsini tutasan deyərsən. Bəli. Deyir, indi qalxıb öz yerimdən dururam ha. Koroğlu da bığlarımı vururam ha. Tutub sizin ağzınızı cırram ha. Görən deyər canay, 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 can, görən deyər canay, can. Ne qədər fikirli qafiyə tapa bilmirlər. Vahid belə ağır oturub baxman gəlirdi. O bir dəfə 37-ci illərin o repressiya dövrlərində Orta Asiyadan şairlər, yazıçılar Bakıya gəlirlər də deyər ki, 10 günlükdür, neçə günlükdür şairlər görüş keçirməyə. Ondan Mircəfər Bağırov Vahidin xətrini istəyirmiş. Bəli. Özü də çağırıb deyirmiş ki, içmə. Özünə deyirmiş. Bu yazıq da bilirmiş, bunun ipin üstünə dar sərmək olmaz. Bəli. Bir də gördüyüm bir şey oldu, məni göndərdim Müşfiqin dalıca, Üllərin dalıca, Əhməd Cavan dalıca. Bir gün deyir ki, o məclisə, Bağırov tapşırır, Mərkəzi Komitədən adamlar, nümayəndələr də, o gələn qonaqların oturacaq, axşam yeyib içmən mərasimində deyir, şair Vahidi gətirin, gəlsin, orada olsun, o bədahətən şeir deyir, planlı beymandır. Vahidi də çağırırlar, yığınacaqdır, şehzad oxuyurlar, danışırlar, yeyib içirlər. Mərkəzi Komitənin işçisi tez-tez Vahidi bölümündən belə deyir ki, bədahətən bir şeirdir də, bədahətən bir şeirdir. Vahid də nə desin, görür ki, ara qarşı məsəb itib, ağız yəni qulaq eşitmir, nə deyəcək, elə fikirləşir, axırda məcbur deyir ki, tutalım dövrümüzün Həzrəti Musasın mənəm. Bu basa-basda necə möcüzə icad edir? Gəlmişəm ki, bura mən könlünüzü şad eləyim. Şad eləyim. Qəzəlxan filmində var o qədər. Var mı? Bunu səhərisi gün o sadə Bağırova çatdırırlar, Mircəfər Bağırova. Çatdırırlar ki, biz Vahid belə bir şey dedi. Və eyni zamanda baməzə insan olub. Sözünü bilirsən yumor qatıb deyilmiş yeritmək üçün çox doğrudur. Bağırov xəbər edirlər ki, Vahid belə bir şey elədi. Bağırov onu çağırtdırır. Deyir ki, çağırın gəlsin bura. Vahidi şəhər deyirlər Bağırov çağır. O da gedər gəlməz yoldur. Bağırovun yanına gedər. Bəli, getdin gəlməyəcək. Ya gedək gələcək ya da indi. Gedəndə deyir katibə xatirələrdə var. Deyir katibəsi Bağırovun katibəsinin yanına gətirib qoyurlar. Katibə deyir mənə yazıq baxdı. Yəni, hiss eləyib ki, Bağırov onu izləyəcək, nəsə eləyəcək. Deyir, o saat işimi götürdüm. Sonra məni içəri dəvət elədi. Deyirdi də, falan gəlsin. Sən yolunu azmısan, səni də göndərədim yoldaşlarının dalıcı, o gedənlərin dalıcı, Sibirə falan, Birmana. Sən belə bir söz işlədin, sənin deməklə Sovet hökuməti basa-bastır. Bu sözü yozurlar bakıcı. Deyir ki, gördüm ayrı yolu yoxdur, hücuma keçdim. Dedim ki, ağa, Mücəvvər Seyidolov, ağa cəddin haqqı elədir. Bu məsələ başqa cürdür. O Musa Peyğəmbərin bir çomağı varmış. Hara vurmuş, oradan qızıl çıxırmış, pul çıxırmış. Bu məclisdəkilər də, bizimkilər istəyirlər bu məclisin yeyib içməyini mənim boynuma qoyarlar, xərcini. Mən də dedim ki, mən Musa Peyğəmbər deyiləm ki, çomağı yerə vurum, qızıl çıxsın və xərcliyim. Deyir, Bağırov onunla biraz güldü və mənə dedi, get, bir də belə işlər görün. Yəni, bu Xızırcağab adamdır. Və hətta söylənilir bir dəfə Vahid dəhşətli dərəcədə siqaret çəkirmiş. Söylürlər, Vahid bəy, yəni bu qədər siqaret niyə çəkirsiniz? Cavab verir ki, adamın sağlam ölməyə heyfi gəlir. Yəni, hətta belə baməzəliyi də olub Vahidin. Və eyni zamanda bugün həm də Nəriman Həsənzadənin doğum günüdür. Tilman müəllim, sizinlə yaxın dost olub. Bəli. İstərdik bir qədər də Nəriman müəllimdən öz xatirələrinizi danışırsınız. Nəriman müəllimdən keçən yay görüşdüm. O aviasiya, bizim aeroplar yoxdur. Orada aviasiya akademiyası var. Orada saat işləyir, müəllim işləyir. Profesor adı alır. Profesor adı alıb. Zəng elədim, bıraxdırdı, getdim, görüşdüm, xeylə söhbət çad elədik. Nəriman çox zərif şairdir. Çox zərif şairdir. Yəni, sözü
belə əridib oxucuya verir. Xarakteri də danışır da. Təbiətən çox səmimi bir şairdir, bir insandır və xeyirxah adamdır həm də. Onu şəxsən mənə köməklidir. Yəni kitabım nəşriyyatda düşmüşdü, necə deyim, komaya düşmüşdü. Aha. Nəşriyyata çapa gedən anda bunu çıxardı. Bir Əzizə Əhmədov vardı. Çıxardıb ki, yox, bu getməsin, qalsın. Hara getdim, kimə dedim, neynədim. Kömək eləmədilər. Bütün Nəriman zəng dedi ki, niyə haradasan, niyə gəlmirsən? Getdim ya, mətbuat komitəsində malını işləyirdim. Getdim, o saat tapşırdı, kitabım tərcih olundu. Mənə uğurlu yol yazıb Nəriman Həsənzadə, mən institut oxuyanda Sevil Qaziyev haqqında bir poema yazmışdım. O vaxt Pamuçu qızımız vardı, məktəb yoldaşım olmuş Sevil Qaziyeva. Onun haqqında poema yazmışdım. Ona oxudu, uğurlu yol yazdı, qəzetdə çap elətdirdi. Yəni, gözəl şeirlər müəllifidir. Elə dayanırsan, elə baxırsan, elə bil qarşında quru bir daşa. İpək tellərini bir vaxt oxşayan, elə bil haradasa mənə olmamışam. Səni dostlarımla, tanışlarımla mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla deyirlər tanış oldum. Nə qəribə. Yanına gələrdim, bu yadındadır. Gedərdik yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa bizi indi üzr istəyərdik. Hayanda oldumsa səhər, yaxşı. Aradın sən məni, Gördün sən. gördün sən məni. İndi gözlərin qabağındayım, ayağımda durum ki, görəsən mi, nə qədər təbiidir, nə qədər Gözəldir. Həyatıdır. Yəni, burada bir gözəli, bir məhəbbəti, eşqi canlandırmamaq mümkün deyil Telman dedi, elədirmi? Bəli, bəli. Yəni, sanki bu şeir kənardan səslənirsən, dinləyirsən, bir gözəllə qarşı-qarşıya dayanmısan, öz sevgini, öz məhəbbətini car eləmək istəyirsən. Nə baş verir? Bu şair qəlbi təlatümlü bir küləyə bənzər, bir vulkana bənzəyir, nə bilim, zəlzələyə bənzəyir. Bəli, şair olmaq hər kəsə nəsib olmur. Çünki daxilində bir sevgi olmalıdır ki, yazdığı, ifadə elə bilsin o sözləri. Maya xanım, sizin o sualınıza bir cavab verin. Telefon müəllimi çox üzr istəyir. Sonuncu qısa fasilənin zamanıdır. Keçid alaq, daha qısa fasilə olmayacaq və yenə bərabərik. Mən də siqar çəkə bilərəm, o tərəflər.
Bəli, qısa fasilə bitdi. Yenidən bərabərliyimiz davam edir və təbii ki, qonağımız şair Telman Hüseyndir, bizim Telman dədəmiz və təbii ki, həm Əliağa Vahiddən söhbət açdıq, bir qədər danışdıq və indi isə Nəriman Həsənzadədən söhbət açırıq və Telman müəllimin də yaxın dostudur. Telman dedə, hansı xatirələriniz olub Nəriman müəllim? Nəriman Həsənzadə ilə. Bəli. Nəriman Həsənzadə ilə mən yenə deyirəm, o institutlərlə qayıdıram. Tələbə vaxtı bizi təcrübəyə aparırdılar. Orada görüş təşkil edim. Gəldim Yaşat Fırına, Nəriman Həsənzadəni demişdim özünə. Götürdük, getdik ora. Tələbə yoldaşlarım, qızlar Nərimanın şeirlərini əzbərləmişdilər. Kompasiya düzəltmişdilər, məktəb şagirdləri, orta məktəb şagirdləri. 72 nömrəli gərək ki, məktəb idi. Orada maral şeylər danışdı çıxandan sonra. Gəldik, oturduq, çayda içdik. Bu adam deyir ki, Qazaxdan gəldim, Çoyludan olub da, bu Qıstavan. Deyir, Qazaxda gəldim, bir ana, bir bala olublar. Deyir, gəldim, sonra onu kitabda yazdım, Nabat xalanın çörəbimdən rast gəlibsiz, yoxsa yox. Deyir ki, gəldim, bacım vardı, ata bir, ana bacım vardı. Danışın mı axını? Bəli, bəli. Bəli, bəli. Gəldim, deyir, onlarda qaldım, instituta girdim, qaldım onlarda. Orada deyir ki, bacımın yoldaşının da bir bacısı qızıdır. Hardansa gəlib bunlarda qalır, bu da oxuyur orada. Deyir, utancaq kənd uşağıyam, mən hərəkətlərim gülməli gəlir. Onlara, falana beyim. Sonra deyir, ayıldım, düzəldim, oxudum, tələbələrlə falanla beyim. İndi deyir, bizə bacım bir otaq ayırıb. Orada qız orada oturur, mən də burada otururam. Öyrəmdir, dərsimizi oxuyuruq. Sonra bir-birimizə deyir, balaca məktublar yazıb götürməyə başladı. Gizli-gizli. Axırda gəldi, deyir, bu məhəbbətə çıxdı, sevgiyə çıxdı, deyir. Bundan deyir, bacım şübhələndi. Ki, böyle dərs oxumarıq da, girişdə qalarıq eləyərək, biz məktublaşırıq. Deyir, gəldi, stolları yığışdırdı. Dedi, yox, siz tarakan bilirsiniz də, tarakan. Bəli. Tarakan isti yerə yığışır. Siz stolda çox oturursunuz, deyir, stoldan durmuruq. İstili stollar qızı tarakan əmələ gəlir. O tarakan basıb yiyəcək, stolları deyir, əlimizdən alır. Dedi, sən ged, o girişdə otur, o da giysin, o da o divanda orada olsun. Bu məktubların arası kəsilsin. Məktubların arası gəlsin. Və onu da deyək ki, ümumiyyətlə Nəriman Həsənzadə tam bir sevgi şairi idi. Sevgisi. Yəni dövrümüzün Məcnunu. Telman müəllim qeyd etdi, Nəriman Həsənzadənin ayaqqabılar. Bəli. Çox maraqlıdır. Əvvəlini siz gətirəcəksiniz, sonunu mən bitirərəm. Telman deyir. Əmin şeiri. Bəli, bəli. Deyir ki, qapımızın ağzında əvvəl ancaq 2 idi. Bəli. Onlar da mənimki idi. 4 oldu sonra bir gün. 4 oldu sonra bir gün həmin ayaqqabılar. 3 il keçdi sərasər, gah axşam, gah da səhər. Hey açılıb örtüldü bizim doğma qapılar. Bir gündə 6 oldu həmin ayaqqabılar. İkisi bərbəzəkli, 4'ü bəzəksiz oldu. Artdı ayaqqabılar. Sonra da 8 oldu. Keçdi günlər, həftələr. Yaş üstünə gəlir yaş. Kiçik ayaqqabılar böyüyür yavaş-yavaş. Çox gözəl. Bakır, ayrı bir şeydən. Bəyə qızım dedi ki, hər adam şair var bilməz. Yox qızım, mən ondan heç vaxt razı qalmamışam. Şairlər, daxilən, mən burada 2 dənə, bax siz aparıcılar durmuşsunuz. 2 dənə şair görürəm, amma yazmayan şair görürəm. Yazmırsınız, güçlü yıxırsınız, o başqa şairlərin boyundakı, onlar yazın, biz də oxuyaq. Ən yaxşı oxucu olmaq, həmişə təcrübədən çıxıb ki, ən yaxşı tabii, şair, yazıcı olmağa bərabərdir, sənətkar olmağa bərabərdir. Vay o gündən ki, elə həm söhbətin olar ki, sən deyəsən, o heç nə anlamayaq. Başa düşmür. Və Telman vaxtımız- dədənin ən çox sevdiyim bir şeiri var ki, Xoxan apardı. Təbii, Çox Telman da bax, sevdiyim rejissorlarımız da şeylərdən bildirir. Ümumiyyətlə, Ayrı Aran komandası, Kollektiv, bəli. bizim dostlarımız, hər biri izləyirlər hal-hazırda və söyləyək canlı-canlı, mütləq Telman da buradadırsa Xoxan şeirini söyləyəcək. Xoxan apardı. Mütləq. O şeiri deyəcəm, amma məsələ bir şeydir də. Bu şeir mənə həm xeyir gətirib, həm biraz da ziyan gətirib. Necə ziyan gətirib?
Mənim şeirlərim, onun da yaxşı şeirlərim var. Bu neyniyibsə bu Xoxan, görün o Xoxan özünə nəsə var. Onlar üstəliyib, onlar qoyub Xoxan keçib qabağa. Keçib qabağa ki, mən burada duracağım. Vaxtımız nə qədər var? Çox az vaxtımız var. Teymur müəllim, Xoxan şeirini sizdən alaq. Zəhmət olmasın. Uşağı Xoxanla qorxutma bala. Pozlar iştahı, qaçar yuxusu. Qalar ürəyində, qalar canında, qalar xəyalında Xoxan qorxusu. Bir vədə beləcə məni qorxudub səsimi beşikdə batırıbdılar. Ağlasam Xoxanla hədəliyiblər, Xoxanla qorxusu yatırıbdılar. 41-dən o yana dadlı çağlarım, bu yanda talihim tufan qopardı. Günbəgün azaldı oyuncaqlarım, istədim, dedilər Xoxan apardı. Məni o bucaqdan, məni bu küşdən gözünü bərəldib baxan qorxudub. Gözüm açılandan, gözüm açandan mənim gözlərimi Xoxan qorxudub. Cırıb paltarımı, ayaqqabımı, sufrədən dadamı Xoxan apardı. Bəlkə müharibə Xoxan deməkmiş, bax mənim atamı Xoxan apardı. Böyüdüm, yar sevdim, yarıdım dedim. Xoxanlı günlərim da keçib gedir. Bir səhər eşitdim toylu, busatlı bu kənddən o kəndə yar köçüb gedir. Qaçdım səkəkəli qapılarına, görən deyərdi ki, atlı çapardı. Soruşdum qızını, anası güldü, dedi ki, ay bala, Xoxan apardı. Qorxular çoxalır, ömür yuxalır, ilahi dünyada Xoxan nə çoxmuş. Mənim Xoxanlarım artır, çoxalır, Xoxanı törüyüb doğan nə çoxmuş. Evimdən Xoxana nəzir verirlər, yoxsa var yoxumu çalıb çapardı. Maaşda pulumu kəsir verirlər, deyirlər qalanını Xoxan apardı. Mənə deyirlər ki, möhkəm ol kişi, dostların tənəsi çox gəlir mənə. Atmaq istəyirəm, mən bu vərci Xoxanlar o saat xox gəlir mənə. Uşağı Xoxanla qorxutma bala, pozlar iştahı, qaçar yuxusu. Qalar ürəyində, qalar canında, qalar xəyalında Xoxan qorxusu. Əhsən, əhsən. Teymur müəllim, çox sağ olun. Minnətdarlığımızı bildiririk. Səhər saatlarında bizimlə bərabər oldunuz. Çox sağ olun. Az da olsa ürəyinizi boşaltdınız. Həm Əliağa Vahiddən söhbət açdınız bizə, həm Nəriman Əhsanzadədən söhbət açdınız bizə. Təşəkkürümüzü bildiririk sizə. Mən də sizə təşəkkürümü bildirirəm. Buyurmaya. Bəli, çox gözəl, yəni şeirləriniz də. Sizin o Xoxan apardı şeirini demək olar ki, bütün kollektivimiz bizdən xahiş etmişdilər. Mən əzbər bilirəm, onsuz da. Teymur dədə bu şeiri bizə səsləndirsin bir daha. Və qonağımızı bir daha diqqətinizə çatdıracağım. Dostlar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 5 kitab müəllifi Telman Hüseyin bizimlə bərabər idi. Yəni Telman dədə. Hər kəs Teymur müəllimə Telman Hüseyin deyə müraciət etmir. Məhz Telman dədə deyə müraciət edir. Elə biz də dədə deyə müraciət edirik. Telman dədə, sonda sizə bir daha özlərim minnətdarlığımı, təşəkkürümü bildirəm. Ayrı Aram bu sər informasiya kollektivi adından. Nə yaxşı varsınız, Tanrı sizləri qorusun. Sağ olun. Mən də öz minnətdarlığımı bildirirəm. Başda sizin bu telestudiyanın rəhbərinə öz minnətdarlığımı bildirirəm. Sizin kimi belə tutumlu, qəlbi kövrək, qəlbi açıq, vətənpərvər olanları alqış deyirəm. Və sizdən çox olsun. Sağ olun Teymur. Təşəkkür edirik. Bəli, bizə ayrılan efir vaxtı sona yetdi. Yenidən görüşmək diləyilə, hələlik.